Osmanlı hep Safevilerle anlaşma yoluna gitmişti. Geliyorlar arkadan vuruyorlar bir daha. Bir kez olsun kafir bir devletle savaşmazlar. Ama kafirlerle anlaşıp Osmanlı'ya saldırırlar. Deməli, bir dəfə olsun Səfəvilər kafir dövlətlə vuruşmayıblar. Gəlin Səfəvilərin vuruşduğu xristian dövlətlərinin siyasətine baxaq. Şah Abbas 1622-ci ildə hücum edərək Portuqaliyaları məğlubiyyətə uğradır və ingilisləri aldadaraq onların buradan çıxmasını təmin eləyir. Şah İsmail Səfəvi isə 1521-ci ildə Şəkini talayan gürcülərdən intiqam alaraq onlara divan tutur. Gürcü çarı şahın hüzuruna diz üstə gətirilir. 1653-cü ildə 2-ci Şah Abbas rusları darmadağın edir və çar Səfəvi hökmdarına yalvarmaqla canını güclə qurtarır. 1734-cü ildə ruslar yenə darmadağın edilərək geri otuzdurulur. Və bu sizə saydıqlarım bu döyüşlərin çox qısa bir hissəsi idi. Öz tariximizi qoruyaq və öz tariximizə sahib çıxaq ki, bəziləri bizim tariximizi dəyişdirməsin.